Salamünaleyküm. Mən bugün yenə sizlərlə sağlamlıq haqqında danışmaq istəyirəm. Mövzumuz isə çox sadədir. Hamının bildiyi, hamının çoxunun da əziyyət çəkdiyi yuxusuzluqdan danışmaq istəyirəm. Bəli, bu zəmanəmizin problemidir. Səbəbləri çoxdur. Müxtəlif nevroloji, əsəb nevroloji və digər səbəblər var. Bu gün isə bu insanlar niyə yata bilmir? Müasir dövrümüzdə problem nədir? İnsanlar niyə yata bilmirlər? Bu əsrimizin bəlasıdır. Xüsusən son əsrdə demək olar ki, bu xəstəlik günü-gündən artır. Səbəbini də bilənlər yoxdur. Çoxları da özünü dərman preparatlarına məruz qoyurlar və bununla ağır nəticələr də olur. Dərman kimyəvi preparatlar bir orqanı düzəldəndə 5-ini də zədələyirlər. Və bunlardan qurtulmağın da cürbəcür yolları var. Ancaq yuxusuzluğun yaranma səbəbi insanlar bilməlidir. Bu əsrin bəlasıdır. Məsələn, müasir dövrümüzün inkişafı, məsələn, işığın gəlməsi, elektrik enerjisinin istifadə olunması, televizor, telefon, radio və digər vasitələr və bunlar müasir dövrümüzün bəlasına çevrilir. Ancaq əlac da yoxdur. Biz müasir dövrdə başqa gedib dağlarda, kaharda yaşaya bilmərik, məcburuq və bundan da qurtulmağın yolu demək olar ki, yoxdur. Yuxunu Allah Teala insanlara bəxş elədiyi bir mənəvi hissdir. Məsələn, yuxu yatarkən insan dincələr, rahatlanır. Sanki batareya kimidir. İnsan yatdıqda bədəni enerjisini toplayır və səhər məcburdur ki, həmin insan gedib işləsin və fiziki işlə məşğul olsun və bunu demir xərcləsin. Bu yuxunun əsas getdiyi dincliyin sonra xərclənməsidir. Müasir insan isə demək olar bundan məhrumdur. Məsələn, deyək ki, yatdın, dincəldin, enerjini topladın, səhər durub gedib bunu xərcləməlisən, istifadə eləməlisən. Keçmişdə insanlar at arabası ilə və yaxud dəryazla, yer belləməklə, əkinlə, ovla, at belində gəzməklə və bu enerjini sərf edirlər. Müasir dövrdə isə demək olar bunlar məhrum olmuşuq. Bütün avtomobillər belə divan, kreslodan ibarətdir. Bax, bunların da nəticəsində insan bəzən enerjisini istifadə edə bilmir. Tanrı verdiyi enerji gecə yatdınsa bunu yığdın, gündüz istifadə eləməlisin. Biz isə bunu gedir oturur kompüterin arxasında, telefonun və yaxud müasir dövrdə yazı pozu ilə demək olar ki, fiziki aktivliyimiz olmadığına görə enerji istifadə olunmur. Və də insanlar da gəlir, biraz da bəzi adamlar da gündüzlər də yatırlar, 1 saat, yarım saat, 2 saat bəzən yatanlar olur, yatırlar. Bu demək olar ki, enerji istifadə olunmadığı üçün axşam da yuxusu gəlmir. Çalışmaq lazımdır axşam çağları. Ümumiyyətcə, mümkün qədər hərəkətdə olmaq, fiziki aktivliyin olmalıdır. İdman eləmək, fiziki iş görmək, həyatınızda, məhələnizdə nəyinəsə bir işlə məşğul olmaq, qaçmaq, yüngül idmanla məşğul olmaq ki, bədəndəki olan enerjini tükətmək ki, axşam enerji tükənmiş insan yatmağa məcburdur. Əgər sizin enerjiniz tükənməyibsə, siz yata bilməyəsiniz. Siz bütün günü əgər televizora baxırsınız, hətta gecə də yataq otaqlarında da televizorlarımız, indi telefonlarımız hamısını əvəz edir. Siz bu işıqda yata bilməzsiniz. Bu vərdiş halını alır, insan yata bilmir. Bunun nevroloji, psixoloji problemləri də var. Əlavə onlar da gələndə üstünə insan bütün problemini sanki gecə həll eləməyə ki, bütün gün ərzində yığdığı problemləri gecə yatmaq əvəzinə həll eləməyə çalışır. Təsəvvür edin, siz gündüz, günün işıqlı çağında həll eləmədiyiniz bir məsələni gecə çalışırsınız həll eləməyə, yuxuda və yaxud yuxuya getməmişdən qabaq. O təzədən həyatınızda nə baş verirsə, onları təzədən gecə yuxusunun əvəzinə siz ancaq onları beyninizdə saf çürük eləməyə başlayırsınız və bu da sizə narahatçılıq yaradır, psixoloji, nevroloji problemlər yaradır. Çalışmaq lazımdır, yorğun vəziyyətdə yatasınız, enerji tükənmiş vəziyyətdə və düşünməmək. Bir də mümkün qədər çalışmaq lazımdır ki, işıqları söndürüb, telefondan, televizordan hamısı söndürüb, yataq otağında televizorlar, nə başqa. Bizdə sanki bir dəb düşüb, yataq otağında hamı bir televizorda qoyur. Televizora baxaraq, yuxudan oyanan kimi televizora qoşur və bunun da nəticəsində bax, müasir xəstəliklərin əsas səbəblərindən biri yuxusuzluqdur. Bəli, insan yuxusu yoxdursa o xəstədir. Bilin, insan yata bilmirsə o artıq xəstədir. Ona hər cür xəstəlik yoxdur, çünki enerji tükənir. Siz gündüz istifadə elədiyiniz, bəzən insanlar yorğun halda qalırlar. Bunlardan gələn roliklərimin birində, video çarxlarda ondan ən qısa yolla necə yatmaq olar, o haqda da danışarıq. Sağ olun.